Neçə vaxtdır mətbəxi yığışdırmaq istəyirdim. Mənə çox mesajlar gəlirdi ki, hardasınız, niyə yoxsuz, sizin təmizlik videolarınız üçün, səsiniz üçün çox darıxmışıq. Ona görə də bu dəfəki təmizliyi saxladım çəkilişə. Yoldaşım sağ olsun evdəki pilləkəni aparıb işdə qırıb, ona görə də stol yardımı ilə pərdəni çıxardım. Pərdəni çıxardıqdan sonra yuyulmağa qoydum və düşündüm ki, köhnə evimizdən gətirdiyimiz pərdələr var. Bu dəfə dəyişiklik edim və köhnə evimizdə olan pərdəni bu dəfə kuxnaya astım. Əvvəlcə pəncərələri silməklə başladım. Pəncərənin əvvəlcə bütün kirini, tozunu bir yaş əski yardımı ilə götürürəm. Daha sonra başladım öz hazırladığım qarışımla pəncərələri silməyə. Öz hazırladığım qarışımı keçən videoda da qeyd eləmişdim. Buna biraz qabıyan maşının üçün lazım olan parıldadıcı, biraz soda, biraz sirkə, biraz da qab şampunu əlavə edib qarışdırırıq və ondan sonra yuyuruq. Düzdür, mən bu dəfə deyəsən qab şampunu biraz çox eləmişdim. Gördüm paraşoklu qalır. Ona görə də təzədən bir də nəm əski ilə silib və üstündən getdim. Onda artıq pəncərələr tərtəmiz idi. Və bu köhnə evimizdən gətirdiyim pərdəni asanda gördüm ki, sanki pərdəmiz qısadır. Yerdən biraz qısa qalmışdı. İnanın o qədər dedim, yox da bunu çıxartmağa halım yoxdur. Elə də qaldı. Artıq saat 6 idi və biraz kartoşka qızartdım. Yenə biraz başımızı elə allatdıq. Daha sonra günlüyü taxdım ki, evin içi görsənməsin. Daha sonra keçdim mətbəxin kafel metlaqlarını və üst yüzeyini təmizləməyə. Onu qeyd edeyim ki, pərdələr yollana qədər mən mətbəxin bütün mebellərinin içini tökdüm, yığışdırdım. Nə atlasıdırsa atdım, nə demək olar ki, işlədiyim zamanda çox az mətbəxə zaman ayırırdım. Sadəcə üzdən gedirdim, amma çox çiklənməsinə qoymurdum. Bu dəfə demək olar ki, otido, ruslar demiş, hər tərəfi təmizlədim. Mənim mətbəxdə ən çox kömək edən mənə Domestosdur ki, Domestos mənə vazgeçilməzimdir. Onu heç bir şeylə əvəz etmirəm. Demək olar ki, mətbəx rezapalı, daha sonra mərməri, yəni hamısını Domestos yardımı ilə təmizlədim. Daha sonra isə duruladım. Mətbəx mebellərinin üstlərini də elə, membranları da elə. Bizdə sadəcə aspirator tərəfdə bir dəfə də çəkib paylaşmışdım. Sonra məndən xahiş elədilər ki, xahiş edirik o videonu sil, amma nahaq yerə sildim. Çünki hələ də bizim aspiratorun üstü gəlib dəyişməyiblər, amma söz vermişlər gəlib dəyişəcəklər. Onun hissəsində biraz belə şişkinlik qalıb. Daha nə edim? Da yoldaşım dedi, videonu saxla. Onda da saxladım, daha paylaşmadım. Bunun da üstünü Domestosa sildikdən sonra və üstünü nəm əski ilə duruladıqdan sonra demək olar ki, mətbəxin üst hissələrini hamısını qurtardım. Bir şey yaxşıdır ki, membran ləkə saxlamır. Yəni, nə qədər olsa da, əvvəllər bizdə laklı mətbəx idi və mən çox əziyyət çəkirdim onda. Çünki hər barmaq, hər əl ləkəsi qalırdı. Amma membranda elə deyil. Və təmizlənməsi də çox rahat, çox asandır. Burada da artıq üst hissə, alt hissə, bütün qapaqlar hamısı təmizləndi. Mətbəx mebellərin içdə demək olar ki, hamısı təmizlənib. Artıq rahat-rahat nəfəs aldım ki, mətbəxim təmizdir. Bu da qab yuyan, demək olar ki, 2 aydır evdəyəm və 2 aydır ümumiyyətlə qab yuyanı işlətmirəm. Ancaq sanki darıxmışam, qabları əldə yuyuram. Və bu da mətbəxin son halı. Şkafların içi təmiz, üstü təmiz. Atlanı atdım, qalan qaldı. Ümid edirəm ki, 4 dəqiqəlik video sizin üçün çox olmadı. Siz inanırsınız, mən bu evə köçəndə 26 ədəd sadəcə gündəlik işlətmək üçün stəkanlar almışdım. Bu dəfə mətbəxi yığanda fərqinə vardım ki, hamısını mənim uşaqlarım qırıblar. Allah üzlərini ağ eləsin. Bugün isə məndən bu qədər. Səhifəmə abunə olub, bəyənib və rəy yazmağı unutmayın. Daha neçə videolarda inşallah görüşənədək. Hələlik. Bir də videoda nəyə qeyd eləmək yadımdan çıxıb, Domestosun mənə bir xeyri oldu ki, təzəlikdə aldığım Sportivninin üstü hamısı ala-bula oldu. Bu da təmizliyin mənə xeyri. Hələlik.